Salam, dəyərli şagirdlər və valideynlər. Bugünkü mövzumuz riyaziyyat olacaq. Deməli, qonaqlarımız Aqil Hüseynov 10 ildən çox təcrübəsi olan riyaziyyat müəllimidir. Rüstəm Atakişiyev isə texniki direktor və riyaziyyatçı. Xoş gəlmisiniz. Sağ olun. Xoş gəlmisiniz sizlər. Çox sağ olun. Deməli, bugünkü podkastımıza əsasən valideynlərdən gələn sualların üzərində qurmuşam. İstəyirəm onlara bir-bir ekspert kimi cavablayasınız. Başlayaq mı? Hazırsınız? Başlayaq. İlk sual gələn belədir ki, valideynlərdən. Riyaziyyatdan şagird çox işləyir, amma nəticə artmır. Başa düşdüm. Birinci Rüstəm başlasın, yoxsa mən? Yox, bu sənin aid suallardır. Şagirdlər çox işləyir, lakin nəticə artmır. Birinci növbədə sual vermək lazımdır ki, doğrudan çox işləyir. Bəlkə telefonu qoyub şagird dəftərin arasına və yaxud da kitabın arasına sadəcə olaraq valideyni ilə göstərir ki, mən çalışıram. Valideyn içəri daxil olanda telefonu bəlkə gizlədir. Yəni biz də şagird olmuşuq. Bizim də bəzən fikir yayındığı vaxtlar olub. Düzdür, bizim vaxtımızda smartfonlar bu şəkildə geniş yayılmamışdı. Var idisə da internet resursları bu qədər deyildi. Yəni oyunlar, applicationlar bu qədər deyildi. Yəni fikir dağıdan şeylər çox deyildi. Əgər belədirsə, ikinci variant, yəni çox çalışır, nəticə yoxdursa, deməli riyaziyyat suallarını şəkil əzbərləyir. Yəni necə? Məsələn, model suallar var. Modelin birini öyrənir, ikincisini yazır. O birisini internetdən baxır və yaxud da süni intellektdən öyrənir və yaxud da müəllimdən öyrənir, fərq eləməz. İkincisini yazır və heç birini özü düşünüb həll etmir. Riyaziyyat həll etməklə düzələn bir fəndir. Yəni siz problemi həll eləməlisiniz. Yəni bu problem solvingdir. Necə ki, alqoritmlər informatikada da belədir, proqramlaşdırmada da belədir, riyaziyyatda da eyni vəziyyətdir. Əgər sən onun həllini tapmırsansa, onun həllinə yönəlik cəhdlər göstərmirsənsə, sadəcə olaraq təqlid eləyirsənsə, istəyirsən nə qədər çalışırsan çalış. Yəni sual bazasında bu gün bilirsinizdə 9100-dən çox sual var. Yəni Dövlət İmtahan Mərkəzinin təşkil elədiyi birinci və ikinci hissədə riyaziyyat suallarından deyirəm. Hələ kənar sualları bura qatmıram. Okay. Sən bu 9100 dənə sualı təqlid eləyə get. İmtahanda da sənin nəticən 50-nin keçsə, 50% keçsə yaxşıdır. İkinci sual belədir ki, niyə bəzən bacarıqlı uşaqlarda riyaziyyat alınmır? Nəydə bacarıqlı uşaqlar? Ümumiyyətlə valideyn deyir ki, uşaq bacarıqlıdır. Bilirsiniz, hər bir valideyn elə bilir ki, öz övladı, yəni superherodur da, super qəhrəmandır. Bu belə versiyada var. İkinci növbədə Azərbaycan valideyni uşağının bacarıqlı olduğunu hansı yerlərdə yoxlayıb ki, bu bacarıqlıdır? Məsələn, rəssamlığa mı qoyub, idmana mı qoyub, yoxsa elə məsələn öz-özünə deyir ki, bacarıqlıdır şagird? Mən öz təcrübəmdən deyə bilərəm. Bəli, mən o uşaqlar görmüşəm ki, həqiqətən bacarıqlıdır, amma sadəcə riyaziyyatdan çox pis nəticə göstərirlər. Yəni tədris riyaziyyatında. Problem nədədir? Bəzən məntiqi IQ-su yuxarı olan uşaqlar olur ki, məsələn proqramlaşdırma çox gözəl alınır. Yəni o dərəcədə yaxşı alınır ki, məktəb uşağına baxmayaraq çox qəliz proyektləri qurur və bilirəm ki, onun məktəb müəllimləri riyaziyyatdan bu dərəcədə qəliz bir şey qura bilməzlər. Amma uşağı riyazi dildə nəyisə başa salanda hələ bir ki allergiyası oyanır. Yəni riyaziyyat deyəndə, simvol deyəndə, x, y deyəndə allergiyası oyanır. Reallıqda bir çox uşaqlar var ki, həqiqətən də natural olaraq riyaziyyat yaxşıdır, onlarda təfəkkür. Amma məktəb riyaziyyatı ona əzbərçi çatdırılırsa, əksinə əks effekt yaranır onlarda. Əksinə öyrənməkdən qaçırlar. Əksinə olay da bilər ki, riyaziyyat bunlara zidd bir şeydir. Yəni problem kimdədir? Problem müəllimlərdə. Müəllim sevdirə də bilər və iyrəndirə də bilər. Bəli, Rüstəmin fikrinlə çox yerdə razıyam. Məsələ nədir? Riyaziyyat fundamentlərdən tutmur, şagirdin başa düşəcəyi bir tərzdə, hətta mürəkkəb sözlərdən, ilk başlanğıclardan söhbət gedir. Yəni bir şagirdi mürəkkəb sözlərdən, texniki sözlərdən, təmtəraqlı sözlərdən istifadə etmək lazım deyil. Bəli, məsələn mən rus dilində də riyaziyyat kitablarına baxmışam, Azərbaycan dilində də və ingilis dilində də. Mən görürəm ki, ingilis dilində kitablar bilirsiniz necə yazılır. Bu belədir, bu da belədir. Yəni bu budur, bu da budur. Yəni mürəkkəb təriflər yoxdur. Bəli.
Yəni sadəcə olaraq deyirlər ki, bu belə işləyir, bu belə işləyir, şagird başa düşür. Və başa düşə-düşə getdiyi üçün Bəli. ona görə də ona maraqlı gəlməyə başlayır. Çünki riyaziyyat sözü ərəbcədən gələn bir kəlmədir, hesablama deməkdir. Hesablaya bildikcə, hesablamağı bacardıqca cisimləri, solid cisimlərin həcmlərini və yaxud da ki, sahələrini hesablaya bildikcə onda maraq oyanır ki, mən bunu başa düşürəm və bunu elədim. Bəli. Belə. Öz təcrübəmdə də mən görürəm ki, o uşaqlarda ki, hansı ki belə travma var, ənənəvi riyaziyyata qarşı. Məsələn, sınamışam da onu dəfələrcə. Eyni şeyi lori dildə izah edirəm. X, Y simvolikaya fx demirəm. Çox rahatca başa düşürlər. Hələ ki deyirəm ki, bunu fx işarə eləyək, bunu x artıq orada məntiqləri dayanır. Yəni analiz eləmək istəmirlər. Qorxuları var, travmaları oyanır. Bir də Rüstəm bağışda sözünü kəsirəm. Onda belə çıxır ki, biz iyerarxiyanı tərsinə qurmalıyıq. Birinci uşağın lap uşaq yaşlarından logikası inkişaf etdirilməlidir, məntiqi. Məsələn, qəribə suallar vermək lazımdır, tapmacalı, gizli suallar, onun beynini işlədəcək suallar vermək. Hələ riyaziyyata qədər deyirəm. Bəli. Ondan sonra ona tradisional, ənənəvi riyaziyyat öyrətmək olar. Bax, belə bir şey deyim. Tutaq ki, biz yeni qanun ardıcıllıq tapırıq. Tutaq ki, o riyaziyyatı yaradanlar, riyaziyyatçılar. Məsələn, Newtonun başına alma düşdü, cazibə qüvvəsini kəşf elədi. Newtonun başına alma düşəndə J bərabərdir nəyinsə kvadratı keçməyib ağlından. Newtonun ağlından keçib ki, bu başıma niyə düşdü? Hələ lori dildə necə izah olunardı o konsept? Lori dildə də özünə izah edib. Sonra onu formal simvolik riyaziyyata çevirib. Bu artıq ədəbi hissəsi işindir. Xülasə, Emil bəy, mənim fikrimcə riyaziyyat müəllimləri bacardığı qədər çox sadə lori dildə izahlar eləməlidirlər. Çünki mövcud kitablar, onsuz da məsəl üçün bu günlər Azərbaycan belə deyək də riyaziyyatla bağlı nəşrləri baxsaq, əksəriyyəti hazır formulalar və düsturlardır. Bəli. Hətta mən bir şagird var idi, gəlmişdi, mən kursun adını çəkmək istəmirəm. Deyir ki, riyaziyyat müəllimi gəldi sinifdə dərsi keçdi. Həmin mövzuya aid bir 20 dənə formula yazdı. Bir-biri ilə əlaqəsini tuta bilmir şagird. Dedi, bunları əzbərlə və bu gələn mövzunun suallarını eləyərsən. Bu şəkildə. Və bu da şagird üçün yükdür. Halbuki o başa düşmür ki, 20 dənə formula hamısı bir-birindən asılıdır, hamısı bir-birindən törüyür. Bəli, hamısı bir-birindən törüyür. Müəllimlər, gəlin bir növbəti sual verim sizə. Buyur. Ümumiyyətlə valideynlərin bir yanaşması var, deyir ki, uşağı elə yükləyin ki, yemək yeməyə də vaxtı olmasın. Çox yanlış bir, ən yanlış bir şeydir. Bu disiplin deyil, bu sadəcə olaraq zorakılıqdır. Əksinə, əylənən uşaqlar. Amma burada bir məsələ var. Məsələn, mən öz təcrübəmdə hansı şagirdlərin daha yüksək nəticə əldə etdiyini mən sizə deyim. Valideyn uşağı disiplinli şəkildə idarə eləyir. Məsələn, deyir, oğlum və yaxud da qızım, sən bu müəllimin evə verdiyi tapşırıqları yüksək keyfiyyətlə mənə təhvil ver. Təbii ki, bu valideynlərin əksəriyyətinin özündə belə deyək, bilgiləri olur fənlərdən və onlar onu belə kontrol eləyirlər, görürlər ki, keyfiyyətli şəkildə bəli hazırlaşıb. Ondan sonra deyir ki, indi nə istəyirsən məndən denən mən sənin diləklərini yerinə yetirim. Məsələn, səni parka aparım və yaxud da futbola icazə verim və yaxud da ki, hansı əyləncə mərkəzinə getmək istəyirsən. Yəni mükafatlandır. Ümumiyyətlə tərbiyə etmə üsulu 2-dir. Punishmentdir, bir də relevant, səhv eləmirəmsə. Yəni ya cəzalandırırsan, ya mükafatlandırırsan. Pis əməllərinə görə cəzalandırmaq və yaxşı əməllərinə görə mükafatlandırmaq lazımdır. Təbii ki, bu günləri neuropsixologiya inkişaf eləyir. Deyirlər ki, daha belə deyək də neuro səviyyədə yaxınlaşmaq lazımdır. Motivasiya edici sözlər. Bəs hardadır effekt? Dövlət İmtahan Mərkəzi bir tərəfdən sualların səviyyəsini qaldırır, şagirdlərin də bir tərəfdən səviyyəsi aşağı düşə-düşə gedir. Bəs hardadır bu qədər neuroscience? Neuropsixologiya harda qaldı? Nəticə ortadadır. Bəli. Bəs yaxşı, bu yanaşmaya nə deyirsən? Valideyn uşağı kontrol edə bilmir və onu müəllimə tapşırır ki, müəllim kontrol etsin. Rüstəm, danışmaq istəyirsənsə, mənim çox açıq cavabım var. Yox, mənim fikrim olanda xüsusi fikrim deyəcəm. Belə deyim də, biz əgər bir şagird valideynlə münasibətdə nədirsə, onu proyeksiya eləyir müəlliminə. Orada əgər müəllimini də idarə etməyə çalışır, əgər valideyni idarə eləyirsə, idarə etmək deməyək, valideyninə yalan danışmaq, valideyninə kələk gəlmək, yəni çalışıram, hər şeyi yaxşı göstərməyə çalışmaq, bunu müəlliminə də qarşı eləmək istəyir. Əgər müəllim
çox %90% müəllim oyaq olur. Müəllimlər ayıq olur. Çünki artıq bəlkə də bir 100 nəfər, 150 nəfər şagirdlərlə işləyirlər. Minimum deyirəm. Müəllim orada iki seçim qarşısında qalır. Ya o deyir ki, özümdən götürürəm. Mən bunun öhdəsindən gəlmək üçün əsəbləşim, biraz əsəblərim gedəcək və s. axır. Bunun öhdəsindən gəlim ya da ikinci variant deyir sadəcə olaraq axışına buraxım getsin. Çünki axı müəllim də insandır. Onun psixologiyası bu qədər impressiyaya, təzyiqə, bu qədər nevroloji cəhətdən əsəbləşməyə nə qədər yatkındır. Nə qədər mümkündür ki, müəllim hər bir şagirdə analıq, valideynlik eləsin də. Yəni onun evində bələdçi olsun, onun çalışmalarını yazdığına bələdçi olsun. Tanrı deyək, təbiət deyək, insanın içərisində bir vicdan hissi yaradır da, düzdürmü? Şagird bilmir ki, o keyfiyyətsiz hazırlaşır və yaxud da keyfiyyətli hazırlaşır. Bunu çox yaxşı bilir. Ona görə valideynləri Nəsrəddin Tusi Əxlaqi Nasiri əsərində yazı deyir ki, valideynlər ilk növbədə övladlarını vicdanlı böyütməlidirlər. Bu birinci şərtdir. Bəs yaxşı, belə bir başqa bir yanaşma verim. Buyur. Ola bilərmi ki, valideyn uşağı kontrol eləyə bilmir? Müəllimin kontrol eləməklə sanki uşağı da kontrol eləmiş kimi olur. Öz məsuliyyəti müəllimin üstünə atmaq istəyir. Yəni birbaşa Bəli, onu kontrol eləməyə eləyə çalışır. bilmir. Bəli, siz çox doğru sual vermisiniz. Onu eləməyə çalışır. Müəllimi kontrol eləməklə uşağı da kontrol eləmək Bəli, birbaşa. onu çox doğru dediniz. Onu çox düzgün ümumiyyətlə analiz eləmisiniz. O nə baş verir deyib. Müəllim sadəcə olaraq stres yaşayır. Həqiqətən də o çalışır ki, tələbə nəticə göstərsin. Müəllimə qalan stres olur, şagirdə də qalan aşağı bal olur. Nəticə valideynə. Valideynə də qalan belə bir duyğu olur ki, nə bilim, mən açığı deyim, məni təəccübləndirən şey nədir? Elə valideynlər var ki, ilin sonunda aşağı bal yığan şagirdə iPhone 16 alır, iPhone 15 alır, mükafatlandırır əksinə. Yenə də mükafatlandırır. Yəni onun bütün əməllərinə rəğmən yenə də mükafatlandırır. Maraqlı təcrübədir. Okay. Nəticədə onun övladıdır da. Yəni mən onu qınamıram. O davranış, nə bilim. Məncə burada iPhone. İndi hələ ki əl çatacağı maksimum zirvə iPhone-dur. İndi daha yəqin ki varlı ailələrdə maşın da var, hətta maşın da alırlar, bəli. növbəti gələn valideyn sualından biri odur ki, uşaq dil mövzusunu başa düşür, amma testdə yenə də səhv eləyir. Çox, bax bu qəşəng sualdır. Rüstəm bu barədə bir fikrin var? Yox hələ ki. Tamam. Burada məsələ nədir? Birinci növbədə nəzəriyyəni fəlsəfəsinə getməlidir şagird. Məsələn, hansı şagird ki, aləti öyrənir, ümumiyyətlə hər şey alətdir, tənliklər sistemi, kvadrat tənlik və s. riyaziyyatda öyrəndiyimiz bütün hər şey alətdir. Alətin fəlsəfəsinə gedəndə şagird onu niyə öyrəndiyini dərk edir. Məsələn, deyir ki, aha, mən bu aləti öyrəndim, artıq mən bu alət vasitəsilə gözünün qabağına canlandır ki, nələri eləyə bilərəm. Onda şagird onun, yəni istifadə yerini təyin eləyəndə bütün növ model sualları yaxşı şəkildə həll edə bilir. İndi gəldi ikinci versiya. Ola bilər ki, tamam, yəni birinci versiya inanmıram. Tam dərk edibsə sualları eləyə bilir. İkinci versiya gəlir. Ortalama normal dərk edib, lakin trik tələb edən, fənd tələb edən 3-4 mərhələli sualları eləyə bilmirsə, bu artıq o deməkdir ki, model sualların sayı artırılıb, çətinləşdirilib. Doğrudan da bu belədir. Məsələn, yenə də təkrar edirəm, Dövlət İmtahan Mərkəzinin mövcud sual bazasında, yəni nəşr elədiyi bazada 9000-dən çox sual var. Əlavə olaraq Dövlət İmtahan Mərkəzi bu il bildiyiniz qədərilə Türkiyənin YÖSMAT 2 riyaziyyat kitabından, yəni tədris olunan oradakı kitabçadan test gətirib salmışdı. Bu deməkdir ki, bizim mövcud sual bazamız 9100 deyil, bəlkə də 12000-dir, bəlkə də 15000-dir. Və ortalama statistik rəqəm nədir? Həftədə 3 dəfə 90 dəqiqə dərs olarsa, şagird hər bir dərsdə 150 sual həll eləyərsə, 5,6 aya ərzində bu imtahan, yəni sual bazalarını eləmiş olur. Hələ mən kənar sualları demirəm, kənar sualları etmədən və onun biz bilirik ki, sentyabrdan düz marta qədər 6 ay müddət eləyir. Orada da çox az bir müddət təkrara vaxt qalır. Dolayısıyla şagirdlər sadəcə olaraq model tipli necə düşəcək deyə, suallar necə düşəcək deyə, yəni bu uğurda çalışırlar. Bu problemin həlli aşağı siniflərdən riyaziyyatı daha yaxşı bilməkdir. Yəni 2 illik həll etmək deyil. Yaxşı, burada bir dənə əsas sual. 9-cu sinifdə bu günlərəm ən böyük problem valideyndir ki, uşaq zəifdir. Bəli. O nəticəni 11-ci sinifdə qaldıra bilər, yoxsa artıq gecikmiş sayılır?
açığı qaldıra bilər, amma %40% artıq gecikmiş sayılır. Əgər aşağı vəziyyətdədirsə. Yəni 0 dediyimiz vəziyyətdə son mənada. 0 dediyimiz vəziyyətdədirsə, bəli, bu nəticə göstərəcək 50%. 50%-dən yaxşı halda bəlkə də yüksək nəticə göstərir. Əgər orada genetik faktorlar var, orada şagirdin mental yanğısı var, necə deyim, Davamiyyəti var. Müəllimin öz psixoloji durumu müəllimin var, öz vəziyyəti. hətta fiziki durumu da var. Məsələn, Bəli. bir də sözünüzü kəsdiyimə görə üzr sayın. Bugünkü gündə offline dərslərə o qədər gedirlər ki, yəni canlı dərslərə. Yəni. Burdan bəli avtobusa minirlər ora, oradan bura. Bəli. Yemək yemirlər. Mən ilin axırında bəzi şagirdlərin fiziki cəhətdən çökdüyünü görürəm. Rəngləri hətta dəriləri ağarır. Görürsən ki, onlarda qan azlığı başlayır. Bəzilərində mədə problemləri, mədə xorası hətta əmələ gəlməyə başlayır. Fast food yeməkdən dönər nə qədər yemiyorlar? 16-15 yaşında uşağın mədə problemləri Çox başlayır. gözəl nöqtələrə toxundun. Bu belə. Mənim də yadıma gəlir o vaxtlar tələbələrdə. Yəni ümumiyyətlə format dəyişməlidir Rüstəm bəy. Hə, bu belə deyim də mədəni zorakılıqdır. Açıq-aydın mədəni zorakılıqdır. Bu qədər əziyyətə ehtiyac yoxdur. Mən bir dənə sual vermək istəyirdim Agid. 9000, 15000 tutaq kimi suallar var da Sual yığılıb. əsasında bəli sual. Biz məcburduq ki, o sualların hamısını edək, yoxsa hələ bir metodologiya var ki, biz hələ hazırlaşaq ki, uşaqlara hələ öyrədək ki, bunlar hər bir məktəb sualına düşəsiz hazır olsunlar. Əlbəttə ki var. Əlbəttə. Bəs ona görə biz nəyə yanaşırıq? Biz deyirik ki, təməlləri öyrənsin. Bəli. Biz deyirik ki, model qurmağı bacarsın. Fikir verin. Son zamanlar nə tendensiya var? Mən sizə deyim. Şagirdlər misal tipli sualları həll edirlər. Məsələn, ifadəni sadələşdirin, tənliyi həll edin və s. Amma iş gəlir məsələyə. 3 dənə, 4 dənə cümləni ard-arda görür şagird. Ümumiyyətlə oxumaqdan imtina eləyir. Hətta beynində bilmirəm arxa fonda nə gedir, nə proses gedir. Birbaşa adını qoyur ki, bu çətin sualdır. Heç oxumur ha, yəni. Hə, Oxuma vərdişi yoxdur. Bunun da ən böyük səbəbi şagirdlərin valideynlər tərəfindən nəzarətsiz şəkildə telefonla çox olmalarıdır. Onlar YouTube shortslara, TikTok shortslara baxırlar, scrolling eləyirlər və müasir alimlər də deyir ki, bugünkü gündə bəli. 21-ci əsrində şagirdlərin fokus saniyəsi azalıb. Yəni əvvəl tutaq ki, deyirəm, atıram 20 saniyə, 15 saniyə fokuslana bildilər. İndi bu düşüb 10 saniyə, 9 saniyə bu belə. öz fikrimiz deyil də. Bu Bəli, bu son beynəlxalq illərdə statistikadır. olan araşdırmadır ki, smartfonlar yeni nəslin uşaqların IQ-sunu aşağı salır, Bəli. mental durumunu aşağı salır, fiziki durumunu aşağı salır. Easy dopamin deyirlər, rahat dopamin qazanırlar və həqiqətən də xeyirli, uzunmüddətli, faydalı işlərə qarşı maraqları tam sıfıra doğru gedir. Bəli, strateji. Bu Bəli. mənim fikrimcə Rüstəm bəy, Rüstəm müəllim, bu gələcəkdə uşağın hətta karyerasına da ciddi şəkildə təsir göstərir. Çünki Hər şey. strateji hədəflər həmişə uzaqda olur. Heç bir şey tez bir şəkildə yəni əldə olunmur da. Yəni Bəli. bu indi bunlar hər şeyi yaxın hesab eləyirlər. Yaxın, tez olmalıdır, tez bir şəkildə əldə eləməliyəm və s. Bəli. sürətlənir. Texnoloji şeylər bunları biraz sürətləndirir. Lakin real həyatda insanın uğurları daha belə strateji hədəflərdə olur. Belə. Yaxşı, bayaqdan bu valideynləri danışdıq, hədəflədik. İndi Bəli. evdə oturan valideyn şagirdin oxuyub oxumamağını konkret necə yoxlasın? Valideyn savadlıdırsa, məsələn mən tanıyıram da valideyn mühəndisdir. Eləsi var proqramist, eləsi var, nə bilim həkimdir. Onlar məsəl üçün bunu təyin edə bilirlər. Çox savadlı, maariflənmiş valideynlər var. Əgər bu belə deyilsə və yaxud da ki valideyn bilgiləri istifadə eləməyib artıq unudubsa, artıq burada düzgün metodistə, düzgün ekspertə yaxınlaşmalıdırlar və onun təşkil elədiyi sırf sual bazasına cavab verməklə bunu bilə bilər. Burada bir məsələ də var. Bəzi müəllimlər şagirdi yoxlamaq üçün yenə də fənd tələb edən suallar qoyurlar qabağına. 25 dənə məsəl üçün model sual. Şagird eləyə bilmir, valideyn elə bilir ki, doğrudan da şagird zəifdir. Riyaziyyatda sonsuz sayda modellər hazırlamaq olar ki, şagird onu tuta bilməsin. Məsələ o deyil. Metodist, güclü metodist olsa o başa düşər ki, riyaziyyatın fundamentlərini yoxlamaq üçün sual tərtibatı tamamilə fərqlidir. Mən O
ümumiyyətlə normal şəkildə toplayıb çıxıb, məsələ həll etmə, məsələ qurma Bəli. qabiliyyəti varmı? Hələ sadələri deyirəm. Sən sadəni yoxlamalısan. Əgər sadələri eləyə bilirsə, fundamentləri yaxşı bilirsə, onda belə çıxır ki, ona növbəti dəfə daha çətin model tipli suallar öyrətmək olar. Buyurun. Mən bu məsələnin fundament nə dərəcədə önəmlidir? Çox sadə dildə valideynlərə və tələbələrə belə izah edərdim. Tutaq ki, uşaq vurma cədvəlini öyrənir, düzdürmü? Vurmanın məntiqini öyrətmirsən, əzbər öyrədirsən, düzdürmü? Birdən 100-əcən qarşılıqlı ədədləri bir-birinə vurmağı əzbər öyrənir. Amma qarşılıqlı ədədləri sonsuzacan variant verə bilərsən ki, düzdürmü? Və məcbur, əgər əzbərçi yanaşırsa uşaq, məcburdur ki, hamısını əzbər öyrənsin. Əgər vurma cədvəlinin məntiqini başa düşübsə uşaq, bundan sonra istənilən 2 dənə rəqəm verir, onu vuracaq. Çünki məntiqi əsaslarını bilir. Rüstəmin sözünün qüvvə. Rüstəm nə demək istəyir? Yəni xülasə Rüstəm demək istəyir ki, lap başlanğıcdan maariflənməlidir. Riyaziyyata lap başlamamışdan. Hər şeyin məntiqi ardıcıllıqla niyə, nəyə görə belə oldu suallarına cavab verər riyaziyyatı öyrənməlidir. Heç bir şeyi hazır qəbul eləməməlidir, konfirm eləməməlidir. Baxın yoldaşlar, biraz mövzudan uzaqlaşdıq. Mənim sualım o idi ki, buyur. Valideyn necə başa düşsün ki, uşaq real oxuyur yoxsa yox? Dedim də, valideyn bunu yalnız ekspertlər. Bəli, ekspertlər. Yaxşı, valideyn ekspert necə təyin eləsin? Yəni hər müəllim ekspertdirmi? Xeyr. Mən bu yaxınlarda şahid oldum ki, yox. İstəyirsiniz danışaq o barədə. Okay, fikir bölgüsü açıq. Deməli biz təməlləri yoxlamaq üçün Rüstəm müəllim, deməli 6-cı, 7-ci, hətta biraz 8-ci sinifləri yoxlayacaq 20 dənə sual hazırladıq. Bunlar açıq tipli suallar idi. Çünki biz şagirdlərin həll alqoritmini, həll ardıcıllığını yoxlamaq istirdik. Bizə lazım deyildi ABCD yazsınlar. Sırf ona əsasən biz təyin edirdik ki, şagird bilir riyaziyyatı yoxsa yox. Elə oldu ki, Emil bəy dedi ki, bizdə bəs riyaziyyat müəllimləri gəlib 1-2 nəfər. Onları yoxlamaq lazımdır. Mən də dedim Emil bəy, bəs mən test axı hazırlamamışam müəllimlər üçün, müəllimlərin işə qəbulu üçün. Dedi, nə bilim, neyniyək onda? Dedim, o sualları ver. Mən indi çətin sualları bu dəqiqə hazırlayıb verəcəm. O 20 sualı siz verin. Uşaqlar üçün hazırladığım sualları. Siz verin, mən indi test hazırlayıb verərəm də. Qoyun elə bir görə nə yazırlar. İnandırım dəhşət idi. Müəllimlər 20 sualdan 15-ini düz yazırdılar, 7-sini səhv yazırdılar. Yəni mən onu öz qohumuma atmışdım o sual. 9-cu sinifdə oxuyan şagird 20 sualdan 18-ini yazmışdı, amma müəllim 20 sualdan 7 səhv eləmişdi. Hansı müəllimlər özü də prestijli kurs, yəni adları bu günləri reklam olunan kurslardan gəlmişdilər da mən ad çəkmək istəmirəm. Orda əksəriyyəti oradan gəlmişdilər, yəni vakansiyanı eşidib gəlmişdilər. Vəziyyət. Yəni siz o metodistdə şagirdin güclü və ya da zəif olduğunu yoxlada bilərsiniz ki, onun özü heç riyaziyyatı tam bilir ki, əksəriyyəti 5-8 səviyyəsində, 5-9 səviyyəsində bilir. Amma paralelində çox güclü riyaziyyatçılar da var. Hətta gənclərin içərisində, onu da deyim sizə. Onlar çətin suallar, olimpiad sualları, hətta belə qəliz suallar da eləyə bilirlər. Amma saylar çox azdır. Saylar çox deyil. Onda bir dənə yaxşı sual verim. Valideyn necə ayırsın ki, problem müəllimdədir yoxsa şagirdədir? Qəşəng sualdır. Problem valideyndədir yoxsa Yox, problem valideyn evdədir. Uşaqda nəticə yoxdur. Valideyn necə ayırsın ki, problem uşaqdadır, oxumur, yoxsa müəllimdədir, düzgün müəllim tədris eləmir? Mən baxardım sinif yoldaşlarına, əgər çoxsu yaxşıdırsa və bu uşaq əks effekt verirsə, deməli problem yəqin ki, uşaqdadır. Bəlkə yanaşması səhvdir. Bəlkə nədənsə narazıdır. Bəlkə xüsusi olaraq o müəllimlə yola getmir. O ki, sinif deyil məsələn, qrupdur, sən tanımırsan, yığma bir 10-15 nəfərdir, fərqli yerdən gəlir, o valideynlər sən tanımırsan. O zaman əslində hər şey çox sadədir. Belə deyim də, axtaranda sən keyfiyyətli müəllim tapa bilərsən və o keyfiyyətli müəllim test edə bilər. Necə ki biz həkim seçəndə həqiqətən də keyfiyyət axtarırıqsa, gec-tez bizə keyfiyyətli həkimi referans görəcək bəzi insanlar. Bir də Emil bəy, mən sizə bir şey deyim. İnsan-insan münasibətləri çox mürəkkəb bir prosesdir. Mən bu suala ümumiyyətlə cavab verməkdən imtina edirəm. Faktorlar çoxdur. Sonsuz sayda faktor var. Müəllim də ola bilər, şagird də ola bilər, ailə də ola bilər, problemlər də ola bilər, sosial, hər şey ola bilər. Sosial problem, hər şey ola bilər. Mənim məsləhətim odur ki, əgər bir valideyn
özü o yolları keçmirsə, unudubsa, bayaqlar sən dediyin kimi Aqil, özü tədrisdən baş çıxartmırsa və istəyirsə ki, bilsin ki, uşağı həqiqətən oxuyur yoxsa yox, birinci maraqlansın ki, gedib müəllimlə danışmaq, sinif yoldaşlarına baxmaq. İkinci isə digər keyfiyyətli müəllim tapmaq və o uşağı yoxlatdırmaq ki, həqiqətən də bu uşaqda qabiliyyət varmı və yaxud da öyrənirmi yoxsa yox. Bir də olarmı mən bir şey demək istəyirəm. Bir də belə bir şey var da, məsələn boks ringini düşünək. Açıq qələbə nədir? Nokautdur da, düzdür? Artıq o müzakirə olunmur. Əgər bir müəllim asan və anlaşılır dildə izah eləyirsə, şagird ona ürək açıqlığı ilə suallarını verə bilirsə, ondan yəni çəkinmədən və mühit belədirsə, nəticə yoxdursa, problem şagirdədir. Bu bir mənalıdır. Bəli. Belə. Yox, əgər belə deyilsə, müəllimdə. Nəyi dəyişsən də problem yenə də dəyişmirsə uşaqda, deməli problem elə uşaqdadır. Bəli. Burada bir də başqa yanaşma var. Biz indi valideynlə danışırıq, görüşürük. Valideynlər ümumiyyətlə bəzən reallığı görmək istəmirlər. Çox vaxt elə. Onların beynində bir utopik fikir var ki, uşaq oxuyur və o belə deyim də o fikri heç cürə şübhə altına salmaq istəmir. Məsələn, adi bir şey deyək də, sonuncu bizim təməl testimiz var ha. Orada çox qəribə reaksiyalar rastlaşdıq. Ya valideyndir, ümumiyyətlə lazım deyil, mən bilirəm uşağım zəifdir. Ya valideyn ümumiyyətlə girmək istəmir, test edir, uşağım güclüdür. Üçüncü кейs isə uşaq ümumiyyətlə valideyn sözünə heçə alır. Deyir, mən ümumiyyətlə test eləməyəcəm. Niyə? Yəni o sualın cavabı məndə deyil artıq. Mən yəni əslində ritorik sual idi. Mənim fikrimcə bu qaçışdır. Nədənsə qaçışdır. Bilmirəm nədən qaçışdı, amma dəqiq qaçışdı. Amma sonda da odur ki, kimsə bir günah keçisi olmalıdır da. Yəni ya orada müəllimmi, ya uşaqmı, ya kimsə yəni orada o yanacaq. Amma məsələ orasıdır ki, o problemin öncədən olduğunu görürlər, amma görməzdən gəlmək məncə daha sərf edir həmin anda. Bilirsiniz Emil bəy. Gəlin pozitiv ruhda qalaq və biz günah keçisi axtarmaqdan daha çox istəyir müəllim, şagird və valideyn belə deyək də triodan nəzərə alıram, iş görmək lazımdır. Yəni progressiv olmaq lazımdır. Biz əgər fokuslanırıqsa, sonda günah keçisi kim olacaq? Onda bizim şuuraltı davranışlarımız aparır çıxardır ona ki, şagird nəticəsi zəif olacaq. Yeri gələndə müəllim də əzmkar olmalıdır. Şagirdə əzmkarlığı və iradəni aşılamalıdır və valideynə isə soyuqqanlılığı aşılamalıdır müəllimin özü. Hətta bəzi müəllimlər, bir də təkrar edirəm, valideynlə çox iç-içədirlər. Məsələn, nəsə problem olan kimi valideynə şikayət edir. Adi sadə bir şeyləri valideynə şikayət edir. Bu müəllimi də şagirdin gözündən salır. Müəllim biraz da şəxsiyyət kimi şagirdi də şəxsiyyət yerinə qoyub İkinci valideyn kimi qəbul. Onu təkə-tək münasibət qurmağı bacarmalıdır. Yəni bilirsiniz necə? Müəllim şagirdə elə münasibət göstərməlidir. Yəni mən sənin özünə xitab edirəm, məsuliyyət sənin özündədir. Mən ümumiyyətlə sənin valideyninlə yox, səninlə danışmaq istəyirəm. Mənim sözüm sənə aid. Məncə bu ən düzgün elə nöqtədir. Bəli. Müəllim. Ümumiyyətlə bu artıq formalaşmalıdır da. Yəni 15-16 yaşına çatmış uşaqlar artıq mənə elə gəlir ki, düz deyib müasir dövrdə 18 yaşına çatmış insanları yetkin sayırdılar, amma tarix göstərir ki, Harun Ər-Rəşidin dövründə 15 yaşına çatmış oğlan uşağına torpaq sahəsi paylayıb gələn ilə ondan vergi yığırdılar. Tarixdə belə faktlar olur. Amma biz müasir psixologiyada, müasir şeylərdə hər şeyi deyirlər ki, yəni uşaqdır, hələ uşaqdır. Nə oldu? 18-ə çatanda nə olur? 1 saniyə 18-ci yaşa çatanda kişi olur bu. Birdən-birə 1 saniyə, nə bilim belə deyək də o 59 60-a keçəndə böyük kişi olur. Nizam. Gəlmədi yəni. Düşünürəm belə bir mövzudur ki, bu saatdan tutub danışasan və orada məncə düzgün nöqtə odur ki, müəllim o öz şəxsiyyəti olmalıdır. Bəli, artıq formalaşmalıdır. Müəllim məsələn qaçıb gedib hər dəfə valideynə şikayət edirsə, tələbə nə dərəcədə ciddi baxa bilər o müəllimə. Müəllimə ikinci valideyn kimi baxmağı bacarmalıdır. Bəli. Bir də bu arada bizə rus sektorlar yaman çox yazırlar. Ümumiyyətlə rus sektorda vəziyyət necədir? O suala qoyun Rüstəm cavab versin. Rus sektorunda çox qəribə tendensiya var ki, Rus sektorunda riyaziyyat yaxşı deyil, heç vaxt da yaxşı olmayıb.
Bir dəqiqə bağışlı söz ki, Rüstəm bəy siz özünüz rus sektorunda olmuşdunuz. Bəli, Hə, rus ona sektorunda. görə yəni məktəb sizin tam vaxtından belə tutmuş universitet və sonra illər keçdi, sonra özüm də indi metodologiya qururam, tədris edirəm. Görürəm ki, yeni nəsildə də eyni problemdir, heç nə dəyişməyib. Yəni riyaziyyat həqiqətən çox zəifdir rus sektorunda. ən böyük problem nədir ki orada? Səmimi desəm tam cavabını bilmirəm, amma bəzi faktorlar görürəm. Məsələn, rus sektorları riyaziyyata önəm vermir. Rus sektorları daha çox sosiallığa, danışığa, lingvistikaya önəm verir. İkinci gördüyüm problem odur ki, rus dilində ədəbiyyat qəlizdir, sözlər qəlizdir. Məsələn, ingilis dilindəki kimi sadə deyil. Məsələn, Sovetin nəşriyyatı ilə çox vaxt keçilir, onlar da ağırdır. Və onlar ağırdır deyəndə bizə çatanda müəllimin də biraz professionallığı aşağıdırsa, avtomatik onu çevirir əzbərçi formata. Möhtəşəm cümlələr deyək də yenə bayaqki kimi möhtəşəm təmtəraqlı Amma cümlələr. indi Sovetin mən bilən nəşri yoxdur axı. Məncə indi artıq hər Yox, şey. copy paste olunur, başqa adla eyni yəni yolla davam edirlər məncə. Qaydalar, qanun, bilirsiniz Emil bəy, qaydalar, qanunlar riyaziyyatda dəyişmir. Yəni 5000 ildir belədir də. Sadəcə olaraq indi biri bax kitab, kitabın müəllifi onu daha asan cümlələrlə də yaza bilər və yaxud da ki daha belə mürəkkəb strukturda da yaza bilər. Bir də yeri gəlmişkən Emil bəy, Azərbaycanda yaxşı riyaziyyat kitabı yoxdur. Bunu mən sizə deyim. Mən yəni bu işin içində yaxşı riyaziyyat kitabı yoxdur. Testlər var, yaxşı Yəni riyaziyyat kitabı dediyin nəyə nəzərdə tutulur? Yəni yaxşı, yəni nəzəriyyə kitabı, yaxşı nəzəriyyə kitabı yoxdur. İzah edici. Bəli, yoxdur. Bayaqki dediyimiz fundamental olaraq izah edici kitablar yoxdur. Yoxdur. Bu da məcbur eləyir tələbələri ancaq sistemdən asılı olsunlar, əzbər öyrənsinlər, görünməyən misala hazır olmasınlar. Bir də bir şey də deyim, məktəbə də nifrət formalaşdırılıb. Məktəb bacarmır, məktəb uğursuzluqdur. Yəni ham hazırlıqlara qaçır və s. axır. Orada da az-çox yenə nəzəriyyə keçirilir. Oradan da məhrum olurlar və salam. Yəni bu belə deyim də sizə, bir mənalı olaraq çöküşə gedir yəni. Bəli, çünki məntiqlə fikirləşəndə mən niyə hazırlığa güvənməliyəm? Ən çox vaxtım, saatım hələ məktəbdə keçir. Niyə bu problem hələ məktəbdə həll olunmasın? Olunmur da, indi bu faktdır. Bu olunmur. Bu tələb eləməliyik. Yaxşı, bu olunmursa, bu problemlər varsa, yəni birilərinin də bir şeylər eləməsi lazımdır. Yəni bu da olur. Bu da olur, bəli. Hə, fərdi hazırlıq. Bu onsuz da natural prosesdir. Mən buna natural proses kimi baxıram. Bəs yaxşı, bir dənə maraqlı sual var. Uşaqlar nəyi səhv edir? Şagirdlər nəyi səhv edir ki, illərlə eyni səviyyədə qalırlar? Yəni hazırlığa gedir 2 il, 3 il. Amma şagirdin belə deyim də artımı yoxdur, elə bir yerində sayır. Bu sualı kim verib? Valideynlər. Şagirdin yəni nəydə yəni riyaziyyat suallarının cavablarında artım yoxdur. Artım yoxdur. Uşaq yerində sayır. Tamam. Yəni müəllim dərsdə qabaqdadır mövzuda. Amma onun uşağı heç bir ədəti yoxdur. Uşaq elə bir ki yerindədir. İtalyan iqtisadçısı Vilfredo Pareto'nun Pareto səmərəlilik deyə bir anlayışı var, 80-20 prinsipi. Şagird daha çox bildiyi mövzuların yenə üzərində işləyir. Bildiyi mövzular. O dopamin alır da. Yəni o sualları eləyə bilir axı. Bilmədiyi mövzulara az toxunur. Halbuki əksinə eləməlidir. O bilmədiyi mövzuların üzərinə getməlidir. Bilmədiyi şeylərin üzərində daha çox işləməlidir və asan 100 dənə elədiyi sualdansa daha qəliz və çətin suallar həll etməlidir ki, kompleks suallar həll etməlidir ki, gücü artsın. İmmuniteti artsın, sual həll etmə qabiliyyəti, necə deyim, alqoritm həll etmə qabiliyyəti artsın. İkinci faktorda belə mən öz təcrübəmlə, əgər bir tələbə yerində sayırsa, proqres olmursa, onun problemini tapa bilməlidir. Məsələn, nəyə görə səndə proqres olmur? Hətta öz-özünü araşdırmalıdır. Bəlkə səhv yanaşırsan. İndi bu məktəblidir. Bu özünü analiz eləməyib başa düşməyə bilər. Düzdürmü? Bunu müəllim tərəf görməlidir ki, bu uşaq nəyəsə səhv edir. Okay, bütün variantlar çıxandan sonra hər bir şeyi gözəl eləsəydi, yenə də nəticə yoxdursa, ola bilsin ki, sadəcə bu tələbənin natural bacarığı çatmır bu fən üçün. Genetik faktorlar. Genetik faktorlar da çox nadir olur. Amma olanda olur. Yəni yenə də o nöqtəyə aparan müəllim olmalıdır. Müəllim təyin eləməlidir. Uşaqdır, yəni bunun şəxsiyyəti ilə tam bir də Rüstəm mən sizə bir şey deyəcəm. Mənim şagirdlərimin içərisində yüksək bal yığanlar, yüksək nəticə göstərənlər həmişə çox olub.
İndi o demək deyil, az yazan olmayıb. Amma sizə bir dənə bir şey deyim. 50%dən çox yazan şagirdlərin belə bildiyin riyaziyyat biliblər. Onlar riyaziyyatı başa düşüblər. Məsələn, mən görürəm bəziləri 50 neçə yığır və faiz olaraq da o sadəcə olaraq bəzilərini atıb, tutub, bəxti gətirib düz çıxıb, amma məsələn məndə elə olmur da. Uşaq yəni ora kimi başa düşür və yazır. O elə bildi, belə deyim də sizə, halal 50%-dir, halal 60%-dir. Yəni necə deyim, öz zəhmətinin bəhrəsidir. Yəni atıb tutub 50%, 55% nəticə əldə eləməyib. O mənim məsəl üçün özümə nəyə xoş gəlir? Çünki onlar çox zəif gəlsələr də mən onların proqresini görmək çox xoşlayıram. Deyirəm ki, zəif idilər, çox zəif idilər, sıfır idilər, amma nə qədər qabağa getdilər. Bəs yaxşı, belə sual verim Aqil müəllim. Nə dərəcədə tez-tez rast gəlir ki, sənə hər şey ideal olsa da uşaqda sadəcə qabiliyyət yoxdur öyrənməyə. Bu nadir haldırmı, yoxsa bir də təkrar edə bilərsiniz? Yəni uşağın sadəcə bacarığı yoxdur riyaziyyatda. Götürümü yoxdur. Götürümü yoxdur. Riyaziyyatın şagirdin beynində canlanması və onun belə deyək də şəkillənməsi üçün bir neçə kanalları açıq olmalıdır. Vizual kanalları, audial kanalları, yer gələndə kinestetik kanalları. Bunlar uşaq vaxtı oyunlardan asılıdır. Yəni söhbət 5-6 yaşlarında bu uşaqlar qəşəng oynamalıdırlar. Fiziki cəhətdən aktiv olmalıdırlar. PlayStation yoxsa çöldə. Çöldə. Oyun deyəndə çünki heç ağla gəlib PlayStation yoxsa. Düzdür, kompüter oyunları da inkişaf elətdir. Amma yəni daha çox fiziki cəhətdən mən vizual audio və bu kanalları güclü olan uşaqlar dərk etmə prosesində daha yaxşı olurlar. Və salam bitdi getdi. Əgər pasiv həyat tərzi sürürsə, baxırsan uşaq olur ki, bir də görsən düzdür, valideyn fikir vermir amma verməlidir də. Fiziki cəhətdən zəifdir, əzələləri boşdur. Bu uşaq idmanla məşğul olmalıdır, atletik bədəni olmalıdır yer gələndə. Bəli, o da çox vaxt valideynlər səhvsə, valideynlər belə bir şey deyir. Uşağın fiziki durumu nə dərəcədə yaxşıdırsa, beyni də o dərəcədə yaxşıdır. Əslində bunlar bir-birinə əlaqədir. Paraleldirlər. Adətən məsələn mənim vaxtımda indi biraz təzə başa düşürlər. Mənim vaxtımda necə idi məktəbə? Deyir ki, əgər məsələn sənin bədənin varsa, deməli ağlın yoxdur. Belə bir stereotip var idi. Ya sən ağılsız olub idmançı olmalısan, idmanla məşğul olmalısan. Amma bugünkü gün elm nəyi sübut edib ki, bunlar bir-birinə tam bağlıdır. Necə yəni sağlam bədəndə sağlam ruh olar? Bu həmişə deyilir. Sağlam bədəndə sağlam məntiq, sağlam ruh olar. Bəli. Bir də rus sektorlarına Emil bəy bir də toxunmaq istəyirəm. Deməli mən özüm toxunun. Bəli. Rüstəm dedi, amma biraz az dedi. Bəli. Mən onlarla işləmişəm açığı. Düzdür, Azərbaycan sektorlarına daha çox xitab edirəm, onlara dərs keçirəm. Rus dili bazan nəzəriyyəni demək səviyyədə olmasa da, amma mövcud sual bazasında bütün sualları izah eləməyə kifayət edir. İzah eləməyə. Amma nəzəriyyə çünki sən artıq akademik səviyyədə danışmalısan da. Mən istəmirəm ki, məsəl üçün məndə o xırda problemlər varsa da, o mən nəzəriyyəni deyim. Deməli, 3 valideyn çarəsizlikdən yaxınlaşmışdı ki, bəs müəyyən səbəblərə görə bu rus dilindəki müəllimlər nəsə də problem yaşayıblar, gətirmişdilər yanıma. Dedilər ki, bəs müəllim, siz rus dilində bilirsiniz, bizim şagirdə dərs deyə biləcəksiniz. Mən də gördüm onsuz da bunun yəni seçimi yoxdur. Dedim ki, hə, dərs keçə bilərəm. Nəyə görə dedim? Məhz bunlara sübut eləmək üçün ki, məhz riyaziyyatın dillə əlaqəsi yoxdur. Yəni sırf sualların izahından söhbət gedir. Bunlar demək olar ki, vəziyyətləri elə də pis deyil, normal idi. Təsəvvür eləyin, o 2 nəfər qızın nəticəsi son 4 ay qalmış, 5 ay qalmış, 12-dən 30-a qalxdı blok imtahanda. Bu 2 qatdan çox nəticə. 100 cavab oldu, yazı oldu. 30 sualdan 28 cavab düz yazdı. 28 cavab. Bəli, 28. Hətta 2 dənəsi, birini mexaniki, birini də yəni belə, yəni çox absurd səhvlər eləmişlər. Yəni bilməməzlik deyildi. Normaldır. Şagird robot deyil ki, o tam elə süni intellekt kimi onun suallara cavab versin. Mexaniki səhv eləmə şansı da var. Və nəyi demək istəyirəm? Məlum oldu ki, sən demə bu heç də belə deyilmiş. Yəni sırf müəllim rus dilində danışmalıdır, izah eləməlidir. Bəli, mən sualı rus dilində oxuyurdum, amma izahı Azərbaycan dilində verdim. Və şagirdə sadəcə soruşdum ki, sən Azərbaycanca izahı başa düşürsən? Bu Azərbaycanlı uşaqdır. Bunun doğma dili Azərbaycan dilidir. Hə, başa düşürəm. Və bu izahlarla da normal şəkildə başa düşdü və qəbul oldu. Ümumiyyətlə Azərbaycan dilində rus dilinə aid, yəni rus dilində riyaziyyat nəşrləri belə azdır. Yəni məsəl üçün Azərbaycan dilində
lisey və gimnaziyalara hazırlaşmaq üçün kifayət qədər vəsaitlər var, gözəl vəsaitlər var, amma bu rus sektorunda yoxdur. Çox maraqlıdır. Azərbaycanın ən belə öndə gedən qabaqcıl gəncləri də daha çox məsəl üçün lisey və gimnaziyalara hazırlaşan o riyaziyyatdan hazırlaşan uşaqlar var. Onlardılar. Məsəl üçün Fizika Riyaziyyat Təmayüllü Liseyinin şagirdləri, Dəyanət Liseyinin şagirdləri və adını çəkmədiyim bir neçə liseyin şagirdləri görürsən ki, gələcəkdə daha yaxşı yerlərdədirlər onlar. Yəni daha aktiv olurlar. Beyinləri çox aktiv işləyir. Onlar ümumiyyətlə belə dəhşətli məntiqli olurlar. Yəni Rüstəm bəy, mən sizə deyim, dəhşətli dərəcədə bəli. Bir dənə maraqlandıran suallardan biri də var idi ki, sualları deyir uşaqlar hansı mənbədən işləsinlər. Çünki mənbələr çoxdur. Bu müəllimin işidir də. Bu müəllim bilir də hardan işləyir. Bilirsiniz necədir? Narahatdır da valideyn. Yox, mən sizə olanı deyim. Mən 10 ildən çoxdur, yəni bu sferadayam, riyaziyyatdan dərs deyirəm və görürəm ki, Dövlət İmtahan Mərkəzi sualı hardan salır. Ümumiyyətlə o qədər nəşrləri eləmişəm ki, Türkiyədən tutmuş Rusiyadan, ya da ingilis dilində mənbələrə qədər. Yəni suala baxan kimi bilirəm ki, bu hansı kitabdandır. Mən onları bilirəm. İndi burada bunu açıqlamağa nə ehtiyac var ki? Məsələn, mən konkret olaraq ad çəkim ki, filan nəşrlərdən. Bu bütün riyaziyyat müəllimləri bilir Azərbaycanda. Yaxşı müəllimlər bilir ki, hansı sual var. Əslində valideyn niyə onu soruşmaq istəyir? Niyə ona narahatdır? O ona nə verir axı? Bilmirəm. Yaşlı qəşəng sualdır. Bax, məsələn, əgər bir valideyn müəllimə güvənirsə, deməli müəllimin seçdiyi resurslara və seçdiyi metodologiyaya da güvənməlidir. Güvənməli. Amma bu güvən də məntiqli olmalıdır. Bəli, məntiqli olmalı. Nəticəyə görədir. Bəli. Əgər məsələn valideyn əslində orada nəşriyyata yox, yəqin ki, müəllimə güvənmir. Ona qeyd edək ki, heç olmasa müəllimə inanmıram, bəlkə heç olmasa keçdiyi nəşriyyat yaxşıdır. Ola bilərmi belə bir psixoloji? Çox, nə bilim, çox şey olar. Şəxsən mən müəllimə güvənirəmsə, deməli onun seçdiyi nəşriyyata və metodologiyasına güvənirəm. İdeallıq gözləmirəm. Hərəsinin öz metodologiyası var. Bayaq düzdür, bu suala əslində cavab verdiniz, amma bir dənə istəyərdim ki, tam belə detallı bu sualınıza düşək. Bir şagirdə nə qədər müddətə, nə qədər çalışma eləməlidir ki, buraxılış imtahanına hazır olsun? Başa düşdüm. Deməli 11-ci sinif sırf buraxılış imtahanından söhbət gedir də, yəni. Çünki 9-cu sinif buraxılış imtahanında sual bazası azdır. 11-dən danışır. Sırf 11-dən danışır. Çünki riskli siniflər bəli, 11-ci siniflərdir. Yenə dediyim kimi 9000-dən çox sual bazasında sual var. Dəhşətli dərəcədə ağırdır. Hətta mən kənar mənbələri, o bayaq valideynlər dedi ki, kənar mənbələri də nəzərə alsaq bu 10.000, 12.000-i keçir. Yəni sual sayından söhbət gedir. Siz təsəvvür edə bilirsiniz Rüstəm bəy, təkcə trigonometriyaya aid 900-dən çox sual var. Yəni 950-dən də 1000-ə yaxın sual var yəni. Bu yəni eyni tipli suallarda sadəcə olaraq biz necə kubik, rubik kimi müxtəlif vəziyyətlərdə qoyulur. İndi yığ, bax bu şəkildədir. Və yenə də deyirəm, şagird köklü şəkildə öyrənsə, yəni onun fundamentləri 6-cı, 7-ci, 8-ci sinifdən üzü yuxarı, güclü gələ-gələ, o suallar onun üçün sadəcə əyləncədir. Amma yox zəifdirsə, o suallar onun üçün işgəncədir. Budur məsələ. Yenə də deyirəm, əgər güclüdürsə, əyləncədir və o 9000 sual onun üçün heç nədir, hətta 15000 də işləyəcək və nəticəsi də yaxşı olacaq. Yox, zəifdirsə, onun üçün işgəncədir. Onu sürünə həll eləyəcək. Hətta müəllim bezəcək model tipli sualları göstərməkdən belə, yəni. Yaxşı, belə deyim Aqil. Əgər normal tələbə 9000, 15000 sualı eləməlidirmi? Bu sual verir, sorğuluyursan? Yox, nə qədər müddət idi? Yəni Emilin sualı o. 5.6 ay. Yəni 6 aya yaxın müddətdə həftədə 3 dəfə dərslə hər dərs isə 150 sual etməklə bitirə bilər. Okay. 6-7 ay arası. 5.6 aya bitirir. Çünki orada son bir ayda qalmalıdır ki, təkrarlasın. Təkrar yox. Yəni düşə biləcək suallar tipində suallar işləsin ki, yəni buraxılış və qəbul tipli suallara cavab verə bilsin. Belə bir seçim verilsəydi, hansını seçərdik? Şagird sıfırdır. 1 il vaxtı var. Və sürətli 11-ci sinifin proqramını bitirmək, yoxsa yaxşı təkmilləşmiş şəkildə, yəni uşağın tam anlayacağı, qavrayacağı 9-cu sinif proqramı bitirmək. Yəni hansı daha yaxşı nəticə göstərər valideyn üçün də, həmçinin uşaq üçün də? Emil bəy, bilirsiniz necədir?
mən bu dəqiqə şagirdlərimizin, Azərbaycan şagirdlərinin dövlət imtahan mərkəzinə hazırlaşmağını bir döyüşə bənzədirəm. Döyüşdə yəni axıra kimi döyüşmək lazımdır. Hara qədər, yəni ora qədər. Yəni hara qədər enerji varsa ora qədər. Mən deyərdim ki, düzgün şəkildə qavraya öyrənə gedib hara qədər proqramın harasına qədər çatırsa ora qədər daha yaxşı bəli getməlidir. 9-u ola bilər ki, 11-ci sinifin də ortasını da keçə bilər. Ola bilər 10-cu sinifin ortasından da üzü o tərəfə gedir. Ola bilər. Bəli. Yəni limitləmək lazım deyil. Çünki müxtəlif cür şagirdlərdə bu müxtəlifdir. Yəni elə Yox, nəyə görə bu ehtimalla hesablasaq, əgər ehtimal nəzərəsindən keçsək, yəni bir şagird 11-ə qədər sürətli getsə, onun ortada boşluqları çox ola bilər və belə demək, ehtimalla yaza bilmədiyi suallara çox olma şansı böyükdür. Bu kompensasiya olur da. Məsəl üçün təsəvvür edin ki, 50%-ni bilirsə 50%-ni yazır. Bir də var 100%-ni anormal bilir, 50%-ni yazır. Yəni yenə eyni gəlir nəticə. Nəticə eyni olur. Hə. Bir də var. Amma məsəl odur ki, bəlkə yəni mən nəyə görə soruşuram onu? Məsələn 11-ə qədər gedən şagird 8-9-u belə yarımçıq buraxırsa, yəni orada da ehtimal çoxdur ki, o yəni yazmaya bilərdi. Mən ona gedirəm. Belə bir şey deyim sizə. Ümumiyyətlə riyaziyyat zəncirvari bir-birindən asılı olan mövzularla birləşən bir elm olduğu üçün. Elə ona görə o sözün əsas ona görə idi. 8-9-u bilməyən, 6-7-ni bilməyən şagird ümumiyyətlə 10-11-ci sinifdə sadəcə olaraq rəqəm olaraq adı ola bilər. Yəni onun özü 10-11-də deyil. O özü 6. O zaman məncə də sizə razılaşarsınız ki, 9-a qədər yaxşı bilmək nəinki 11-ə qədər sürətlə sadəcə keçmək. Yəni bilmədən keçmək, əlbəttə ki. Bəli. Bilmədən. Yəni nədir axırda yəni uşaq proqramı bitirdi. Hə, mən bildim siz nəyə gətirmək istəyirsiniz. İndi mən ayıldım sual nəyə gəlir. Bu ən çox gördüyüm şey kurslar. Mən ona görə mən 21 yaşında, 22 yaşında kurslarda işləmişdim, ilk dəfə başlamışdım. Syllabus verirdilər. Baxıram, görürəm ki, bir aya mənə məsəl üçün 6-7 mövzu veriblər. Mən bunu keçməliyəm. Və girmişəm auditoriyaya, görürəm şagirdlər o deyillər də. Bu şagirdlər çox fundamentləri, təməlləri bilmirlər. Mövcud suallar bazaya baxıram. Görürəm ki, model tipli suallardır. Bunlar ümumiyyətlə ona yaxınlaşa bilməz. Mən öz tempimlə keçirdim ki, öyrənə getsinlər, amma sillabusa da çatmaq çətin idi. Mən axırda getdim müdiriyyətə, dedim ki, 3 ay işlədim orada. Dedim ki, ya mən burada riyaziyyat dərsi deməliyəm, ya da mən Eminem olub rep deməliyəm. Ona görə də xahiş edirəm, mən Eminem deyiləm, mən rep deyiləm, mən gedirəm, sağ olun. Mən bu müqaviləni orada xitam verirəm. Okay. Yəni ad olsun ki, qurtarmaq məncə. Bəli. Əslində suallarımız çoxdur. Yəni düşünürəm ki, podkastın vaxtı buna bəs eləməyəcək. Yəqin ki, ikinci podkastda biz tərtib edəcəyik ki, yəni bütün sualları danışaq. Çünki valideynlərin yazdığı suallar çoxdur. Düzdür, bəziləri müəyyən mənada təkrarlanır, amma mən bilirəm ki, detallara düşəndə amma orada fərqlilər çox olacaq. Çünki fərqli prizmadan baxsaq, fərqli yanaşmada verə biləcəyik o məsələlərə. Ona görə də düşünürəm ki, hələ ki burada bitirsək yaxşı olar. Son sözləri eşitmək istəyərdim sizdən. Son sözlər uşaqlara qəti smartfon verməyin. Uşaqlar TikTokdan uzaq. Hər şey metodologiyada, müəllimdə deyil. Bir çox amil elə valideynlərin özündədir. Məsələn, bir çox şey yaxşı ola bilər, amma bir şey səhv eləsəniz, qalan şeylərdə nəticəsiz ola bilər. Məndən də son sözü demək, əgər istəyirsə son söz demək, bəli. Rasional olun. Rasional nədir? Rasional sözün mənasını qoyayım, nisbətli deməkdir. Yəni bir şeyi nisbətləyin, görün düzdür, yanlışdır, yoxsa yəni müqayisə edin. Günahkar və qurban axtarmayın. Qurban axtarmayın. Bəli. Riyaziyyatınızı, məntiqinizi həyatınıza da tətbiq eləyin. Və onda siz görəcəksiniz ki, həqiqətində işləriniz asanlaşır. Riyaziyyatı, məntiqi, düzgün yanaşmanı həyata tətbiq eləməyən insanlar tənbəl insanlardır. Şagirdlərə də, valideynlərə də, müəllimlərə də. Məsləhətim odur ki, bilgilərinizi həyatınıza da tətbiq eləyin. Çox sağ olun, vaxtınızı ayırdınız. Düşünürəm maraqlı podkast oldu. Valideynlər, şagirdlər, nəsə fikriniz olsa kommentə yazın, mütləq oxuyacağıq. Hətta suallarınız olsa yazın, gələn podkastda səsləndirə bilərik. Minnətdarıq baxdığınız üçün, dəstəyinizi əsirgəməyin. Təşəkkürlər. Sağ olun, sağ olun.